məxsus dizaynı, görünüşü və qədim tarixin izlərini özündə əks etdirən masaüstü oyun. Yaramasından əsrlər keçməsinə baxmayaraq, hələ də nərd oyununa maraq var. Elə buna görə də hazırlanması xüsusi ustalıq tələb edən bu nərd taxtaları artıq müasirliklə ayaqlaşaraq müxtəlif formalarda hazırlanır. Həvəskarlarla yanaşı ad günü, yubiley və digər xüsusi günlər üçün alanlar və sifariş edənlər kifayət qədərdir. Qiymətlərlə razıyam, bəli, biz hədiyyəlik mallarımızı həmişə bu dükandan seçirik, qeyd edirik. Bugünkü gün yaxın bir dostumun ad günüdür və nəzərimdə tutmuşam ki, bir nərd alıb hədiyyə edeyim. Artıq seçimimi də etmişəm, bu nərd taxtanı inşallah götürüb aparıb hədiyyə edəcəm inşallah. Sifariş verdiyim nərd taxtanı götürmək üçün yaxınlaşmışam, atam üçün sifariş vermişdim. Çox gözəl əl işləri var, bundan neçənci dəfədir sifariş verirəm. Nərdin hazırlanma prosesi xüsusi incəlik tələb edən bir neçə mərhələdən ibarətdir. Onun tam olaraq təhvil verilməsi 3-7 gün arası dəyişir ki, bu da sifarişin növündən asılıdır. İşin keyfiyyətli alınması üçün material seçimi xüsusi əhəmiyyət daşıyır. Əsas proses düzgün ağac seçimidir. Biz qoz, fıstıq və digər ağac növlərindən istifadə edirik. Ən yaxşısı amma qoz və fıstıq ağaclardır. Biz daha çox onlara üstünlük veririk. Nərd hazır olandan sonra naxış və yonulma prosesi gedir üstündə. Naxış yonulma prosesi tam bitdikdən sonra sürtülmə prosesinə gedir və oradan sonra boyama gedir. Son mərhələdə boyanan nərd taxtası yaxşıca qurudulmalıdır. Bundan sonra isə satış aparılan mağazaya təhvil verilir. Məhsullarımız həm yerli, həm xarici məhsullarımız var. Yerli məhsullarımız öz istehsalatımızda xüsusi şəkildə hazırlanır, seçilmiş növbə ağaclardan hazırlanır ki, müştərilərimizə təqdim olunur. Demək, qiymətlərdə nərd taxtanın işlənməsinə, yerli və xarici olmasına və ağac növünə görə də qiymətlər fərqli olur və dəyişir. 40 manatdan 1000 manata dəyək yerli məhsullarımızın qiymətidir. Xarici məhsullarımız hazırda başlayır 800-900 manatdan 3000-3500 manata dəyək qiymət aralığında qiymətlərimiz dəyişir. Nərd oyunu sadəcə bir əyləncə deyil, düşünmək, düzgün strategiya və şans bu oyunda bir-birini tamamlayan əsas şərtlərdəndir. Qoşa atılan zərlər isə çox vaxt fərqli düşür. Asəf Zeynallı, Sabir Şahvələdov, Gülnar İlqar qızı, Telesəhər.